Rekord edirəm. Tamam. Все, başladıq. Qalkanların alınması. Birinci burada bizim üçün nələr bilməliyik, nələr əsaslı onlardan başlayıram. Yadda saxla ki, iki cürə alınma var. Var laboratoriyada alınma, bir də var sənayedə alınma, bunu bilirsən. Birinci mən başlayıram laboratoriyada alınma üsullarından danışmağa. Laboratoriyada alınma üsulları hansılardır? Şəfa. Yadda saxla, bax şərtlərlə öyrən. Necə əzbərləmə. Şərtlər nətərdir? Birinci şərtimiz odur ki, doymuş bir əsaslı karbon, karbon turşularının üstünə qələvi gəlməlisən. Bu nə deməkdir? Yəni doymuş bir əsaslı karbon turşusu odur ki, bax bu şəkildə yazılır. Məsələn, CH3, COOH. Burada bir dənə OH olur. Bax görsən bu başı biraz görsən alkana oxşuyur. Bax CH3-dür də. Görsən yəni üzvü bir birləşmədir. Axırına bax OH-dır. Yəni karbon turşusudur. Bu əslində karbon turşusudur. Sadəcə indi sənin üçün lap sadələşdirib danışıram ki, başa düşəsən. Bax burada görsən ki, nə var? Dediyim kimi karbon turşusudur. İndi karbon turşularını falan keçəndə lap qəşəng biləsən. Amma indi hələ ki bilmirsən deyə, təzə başlamışıq deyə deyirəm ki, bax axırına bax. Görürsən ki, başı hə alkana oxşur, üzvü birləşmədi, CH-lı birləşmədi, karbonlu birləşmədi. Axırında bir dənə OH var. Belədirsə, bu demək doymuş bir əsaslı karbon turşusudur. Buna bilsən niyə bir əsaslı karbon turşusu deyirlər? Çünki bir dənə əsas var. Əsas demək bir dənə OH deməkdir. Bunun üstünə gəlməsən qələvi. Düzdür, oksid əsas turşu duz dərsini də elə səndən keçməmişik. İndi onu o bir qrupla qoşulursan, uşaqlarla. Bax, orada qoşulanda görəsən, qələvləri keçəcəyik. Oksid əsas turşu duz dərsinə keçəcəyik bunları. Yəni çox az qalıbdı. Bu qələvi nə deməkdir? Qələvi də OH-lı formadır. Yəni litium, natrium, kalium, o birinci qrup elementlərinin elə bil OH-lı formasıdır da. Bax, qələvi odur. Yəni bu da OH-lı deməkdir. Məsələn, mən CH-ı COH-ın üstünə gəlirəm natrium OH. Buradan nə alınar desəm, ya bu qıraqcağını silim ki, qarışdırmayaq. Gözlə. Hə, bax CH3COH üstə gələk natrium OH. Buradan nə alınır? Bunun asan qaydasını deyirəm. Gözündə böyütmə. Belə tipli olanda yadda saxla ki, bax buradan su var ha, OH-la hidrogen. Elə bil buradan sular, bax bu natrium OH-ın hidrogeni, bunun da OH-ı. Bunlar əl-ələ verirlər, su kimi çıxırlar ən birinci. Su kimi çıxandan sonra yerdə nə qalır gör? CH3COO, CH3, CO, CH3CO, bir də buradakı O, bir də bu natrium. Gördün? Bu qaldı. Bir də sən təzədən CH3CO natrium var ha. Bunları toplayırsan. Bunları elə bil ki, sən parçalayırıq da. Baxaq görək buradan nə nəticə çıxır. Bu CH3-ə baxırsan, görürsən ki, belə alkan yoxdur axı. CH3-yə bir alkan yoxdur. Ona görə təzədən belirləyirsən ki, bunun üstünə bir dəfə də natrium OH gəlirsən, qələvi. Buradan alırsan, CH3 var ha. Bu CH3-ün üstünə, bu daha doğrusu üstünə gəlməsən belə. CH3-ü hansı alkana oxşadırsan? Denən görüm şəfa. CH3 hansı alkana oxşuyur? CH3 deməli CH4. Ay sağ ol. Sən bunu CH4 yaza bilərsən də. CH3 CH4-ə yaxındır. Yazsan CH4. Üstə gələ, yerdə nələr qalır? Natrium 2 dənə. Bir də CO3. Qurtardı. Natrium karbonat. Başa düşdün? Bax, yenə deyirəm. Gəl məsələn birini yazaq. Birini də yazıram. Gəl toparlayaq, danışaq bir dəfə də. Bax, məsələn, sənə yazdılar bir əsaslı bir karbon turşusu. Yenə CH3, COOH. Gördün ki, bir əsaslıdır, hə? Üstünə gəliblər, məsələn, kalium OH. Nə edirsən? İndi denən görüm özün başa düşdüyün kimi nə etməlisən? Deməli, burada deməli nə edirik? CH4 yazırıq burada da. Yoxsa birinci əvvəlki Yaz, kimi nə açaq. hə, qısaltı da yaza bilərsən. Əgər toparlaya bilsənsə lap qəşəng. Hə. Onda belə birinci belə yazaq ki, mənim H2O
Aha. Üstə gəlinsin, deməli CH3, COO, kalium. Ay sağ ol. Bəzən bunu belə saxlayanmırsan, nə edirsən? Yığıram, onda CH4, Ay sağ ol. üstə gəlinsin, deməli kalium 2, CO3. Əla. Başa düşdün indi. Başa düşdüm. Bax, bu oldu birinci sunumuz Şəfa. Çox rahat. Bax, heç yazmasan, bax, bu mərhələni yazmasan belə, bir dənə bax, belə də baxa bilərsən. CH3 nəyə oxşuyur? CH4-ə. Yazsan CH4. Üstə gəlib bunları da birləşdirirsən. Topla kalium 2 CO3. Qurtardı. Yəni, baxan kimi görünür ki, ha, bundan olsa bu çıxacaq da. Getdik. Gəldik indi ikinci üsulumuza. İkinci şərtimiz nədir? Laboratoriyada alınmadan danışırıq. Burada var Würst reaksiyası deyilən bir şey. Würst reaksiyası çox rahatdır. Yəni burada iki dəfə artma baş verir. Gümüş güzgü reaksiyası. Elə bir güzgün qoyublar. Bura 2 yazılıbsa, burada 2 yazılır. Bura 5 yazılıblarsa, burada 5 yazılır. Gümüş güzgü, yəni güzgünün əksi eyni şeydir. Eyni şey əks olunur. İndi gəl yazaq Würst reaksiyasına misal. Bunun şərti nədir? Würst reaksiyasının şərti. Monohalogenli birləşmə. Monohalogenli birləşmə nədir? Təbii ki, hələ ki bunları bilməyəcəksən. Mono bir deməkdir. Yəni bir dənə halogeni olan. Halogen nə deməkdir? Flor, xlor, brom, yod olanlar. Əgər hər hansı bir birləşmə, məsələn CH3 xlor yazıblarsa bu monohalogenlidir. Niyə? Çünki baxırsan ki, bir dənə xloru var. Yəni bir dənə halogeni var. Bu olur monohalogenli birləşmə. Bunun üstünə gəlirik nə? Qələvi metal. Şərtimiz budur. Qələvi metal deyəndə də natrium, kalium, kalsium həmin bu metallar nəzərdə tutulur. Məsələn, gəl indi buna aid bir şey yazaq. Gördüm monohalogenli birləşməyə yazdım CH3 xlor. Üstə gələ yazdım natrium. Qələvi metal natrium, natrium, kalium, kalsium idi axı. Yazdım natrium. Yazdım bunu. İndi nə edəcəm? Yadda saxla. Bax bununla elə bil ki, bax həmişə axırda olanlarla da bax bunun axırınla bunun özünü gəlib toplayırsan. Olur nə? Natrium xlor. Yerdə nə qalır? Bax CH3. Bu CH3-ü sən 2 dəfə artırmalısan. Elə bir güzgün qoyub 2-yə vursan da necə olacaqdı? CH3-ü 2-yə vuranda nə eləyir? CH6. CH3-dür, 2-yə vurdun. Hidrogeni bax 3-ü 2-yə vuranda elədi 6, karbon ayağında 1 var. 1-i 2-yə vuranda elədi 2. CH6. Gördün? Və yaxud da Aydın. CH3 üstəgələ CH3. Yenə CH6. 2 dəfə artırmalısan. Gəl indi birinə misal yazaq. Rus reaksiyası çox rahatdır. Məsələn, bizə yazıblar CH3, CH, CH2, CH3, bura yazıram xlor, məsələn, bura yazıram kalium. Buradan nə anlar? Nə dedim sənə? Dedim ki, burada bu xlorla metalı birləşdirməlisən. Halogenlə metal özünü bir-birinə elə bil cəzb edir də. Bunları sən birləşdirsən. Bunlar əllə tuturlar. Kalium, xlor kimi çıxıb gedirlər. Yerdə nə qalır? Bax, bura qalır. Bu hissəni olduğu kimi köçürürsən. Necə? CH3, CH, CH2, CH3. Bunlar getmişdi. Bax, bunlar getdi. Yerdə bunlar qalmışdı da. Yazdıq. İndi bəs yaxşı. Bunu mən bu aşağıya bir də köçürməliyəm. 2 dəfə artırmalıyam axı. Yazdım bunu da. Bəs yaxşı. Mən bax burada bir xətt var idi. Bunu hara itirdim? Bunu da olduğu kimi yazmalısan. Olduğu kimi ikinci xəttdən çıxmayıb, yaz ikinci xəttdən. Eyni nətər var köçürdürsən. Qurtardı. Heç nə. Ondan sonra bunun da adını tap desə də adını da tap deyirsən. Adlandırılmasını denən görün bunu necə adlanacaq? Burada deməli bu beynəlxalq deyil. Deməli nömrə aparmırıq. Səmərəlidir. Bəli. Beynəlxalq Deməli adlandır. Nömrə beynəlxalqdır. nömrəliyim bunu da. Hə. Deməli nömrəliyim sonunda 1, 2, 3, 4 olacaq. 4, 5, 6, 7, 8. 9-dan hardan saydın sən? Aşağını da saydım müəllim. Elə xətt Üstündən çəkməlisən ki, o xətt kəsilib dayanmasın. Davam eləsin. Bax belə çəkə bilərəmmi? Elə 1, 2, hə, 3, 4, 5, 6 dənə karbondur. Yaxşı, mən belə çəksəm bəs 2, 4, 5. 5 dənə də olmur. Bizə ən uzun zəncir lazımdır. Belə çəksəm 4 dənə olur. Belə çəksəm də 4 dənə olur.
Bircə dənə yol nəyə qaldı? 6-ya qaldı. Ən uzun zəncir seçməliyəm. Ona görə belə çəkirəm. Yazıram 1, 2, 3, 4, 5, 6. Aha, yazdıq. Nətər adlandırırıq? İndi adlandır görüm. Burada deməli CH-ı ortaq çıxarırıq birinci. Ab, nəyə CH çıxarırıq? Adlandır deyirəm. Nətər adlandırırdıq? Çıxan xəttlərə baxırsan. SH-ı hardan çıxdı? Və görürsən ki, bu xəttdən üstünü çəkdik ya. Və bu üstünü çəkdiyimizdən qıraqda nələr qalıbdı? CH3-lər qalıb da. CH3-lər hansı nöqtədən çıxıblar? Biri 3-dən çıxıb, biri 4-dən çıxıb. Və görürsən, bura birləşib də. Ona görə yazsan 3, 4, 2 dənə adı nə olmalıdır? 2 dənə çıxıbdı da di. Di, adları nədir bunların? Bunun adı nədir? Metil. Isol, dimetil, 6. Sonra gəlsin rəqəmini saymağa. Xəttin ən sonuncu rəqəmi 6 deyil. 6-nın adı nədir? Heksan. Oldu adı 3-4 demetil heksan. Başa düşdün? Başa düşdüm. Aha. İndi gəldik bunu. Deyirsən mənə. Nə alınacaq buradan? Yazırsan 35-dir. 38-ə qədər vaxtım var. 38, uzağı 39-a qədər yaz. Ekrana açıb göstərərsən. Yaxşı, Yaxşı. getdi. Yazdım müəllimə. Ne kaç? Nə yazdın? Göstərin. Hə, göstər görək. Çevrilmədi kamera. Hə, Görünür mü? baxaq. Hə, görünür. Bir dənə elə tut. Ay, sağ ol. Elə tut görüm. Tam görənmirəm. Hə, bulanıq görünür nəsə. Bulanıq görünür. Şəfaq görənmirəm. Bunu çəkib atın müəllimə siz Hə, görün. hə, çək at bir dənə baxaq.
Təkrar WhatsApp-da baxın. Baxdın? Hə. Baxın. Natrium flor, CH3, CH3, CH. Ay sağ ol. Düz yazmısan, amma bircə dənə şey unutmusan. Amma düzdür, gedişə. Aşağıdaki CH3 Ay sağ ol. Bəli, bəli. Aşağıdakını unutmusan. Bax, gəl lövhədə yazın. Bax, lövhəni görsən də. Demək sən belə görürəm. yazmısan. Bax, necə eləyirsən? Dedim ki, natriumu, bir də floru apardın. Bunlar dostlaşdılar, çıxdılar. Yerdə nə qaldı? Olduğu kimi CH3, CH3, nədir? CH3, karbon, CH3, CH2, CH3. Nətər var yazıram. Buradan bir dənə xətt çıxmamışdı. Bunu da olduğu kimi yazsam. Bir də gətirib bunu kopyalayırsan. CH3, karbon, CH2, CH3. Aha, bunun bax buradan elə bir güzgü qoymusan. Güzgünün əks hara düşəcək bura. Burada olur CH3. Anladın? Başa düşdüm mən. Все, bu da oldu rus reaksiyası. İndi bunu adlandır görüm. Bunun adı nə olacaq? Burada deməli müəllimə o CH-dən elə bil ki sağdan gəlirik də. Ay sağ ol. Deməli 1 2 3 4 5 6. Ay sağ ol. Bax belə. Düzdür. 1, 2, 3, 4, 5, 6. Denən görüm indi adını bunu. Deməli bunun adı 3 deməli bir dəqiqə. 3 4 dimetil 3. Bax 3-dən 2 dənə çıxıb. 3, 3. 4 4 Aha. deməli dimetil Niyə? Bax 4 dənə CH3 var. 4-ün adı nədir? tetra Aha. Tetra. tetrametil Əla. heksan. Все. Qurtardı. Bu da oldu adı. Şəfa, bax diqqət elə nəyə? Dedim buna. Əgər burada 4 dənə rəqəm varsa, sən bu rəqəmlərin sayına görə adlandır. Ki, burada çaşma, sayma. Məsələn, burada 2 dənə, 3, 4 yazmısansa 2 dənənin adı nə olacaq deyil. 3 yazmısansa birinin adı nədir? Heç nə, eləcə adını yazsan gedir. Başa düşdün? 5 dənə yazmısansa 5, 3 dənəsi 3. 3 dənə rəqəmin varsa, məsələn 1, 2, 3 rəqəm yazmısansa tridentlə. Anladın? Bu da Anladım. oldu belə. Virs reaksiyası. Bircə dənə də laboratoriyada alınmanın bircə dənə də yolu var. Üçüncü. Bu da bunu əzbərləməlisən. Alüminium karbid üstə gələk su. Bu reaksiyadır. Buradan alınır nə? Bax, bir dənə məntiqlə baxsan da bilərsən. Bu reaksiyada gör nə ala bilərsən. Karbon var, hidrogen var. CH4 ala bilərsənmi buradan? CH4 üstə gələk alüminium OH-dan 3 dəfə qurtardı. Bunu əzbərləyirsən, bəs edir. Bu da oldu bir dənə reaksiyası. Ondan sonra gəldik, vürsü də dedim sənə. Gəldik indi alkanların o biri kimyəvi reaksiyalarına. Kimyəvi reaksiyalarda nəyə başa düşdün? Yox, alınmasını demişdim də başa düşəmirəm, eləmi? Hə, kimyəvi asan idi. Başa düşdüm bura qədər. Sualın var başqa nəsə? Yoxdur müəllim. Heç nə. Onda gəl indi testlərimizə keçək. Link atıram. Meetin linkini atacağım ki, qoy da kəsilməsin. Axıra qədər onunla girək. Bu onsuz da ki, qurtaracaq birazdan. Meetlə girək, qoşulaq. Meetlə bütün suallarına baxaq sən. Yaxşı. Yaxşı.